Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Sizə yeni günün yeni sualını təqdim edəcəm. Çalışın ki, sualın şərtini özünüz oxuyun, daha sonra cavablandırın. İzahıma isə təbii ki, cavabınızdan sonra belə deyim, qulaq asın ki, bu sizin üçün faydalı da olsun. Biliklərinizi belə yoxlaya bilərsiniz. Və təbii ki, sizlərdən istəyim, imtahanımıza kimi bu metodun getməyini istəyirsinizsə, kanalımıza abunə olun, paylaşın, bəyənin, fikirlərinizi yazın ki, bu davamlı şəkildə həyata keçirilsin. Sualı oxuyuram. Ümid müəllim 7-ci sinifdə şagirdlərə dinləyib anlama mətninin ideyasına esse yazaraq münasibət bildirməyi söyləyir. Müəllimin bu fəaliyyəti şagirdlərdə hansı təfəkkür və biliyi formalaşdırar? Baxın, burada ideya söhbəti bizi çaşdırmır. Demirəm, get ideyanı tap. Desəydim, get ideyanı tap, məntiqi təfəkkür olardı. İdeya ortalıqdadır. İndi mən həmin belə deyim də ideyaya esse yazaraq münasibət bildirəcəm. Münasibət bildirəcəmsə, arqument gətirəcəmsə, fikir ifadə edəcəmsə, nə olacaq təfəkkür olaraq? Təbii ki, olacaq tənqid təfəkkür. Bildiyimiz kimi təfəkkürün 3 növ var. Məntiqi, tənqidi və yaradıcı təfəkkür. Məntiqi təfəkkür problemi sadə yolla həll edir. Tənqid təfəkkür problemi səmərəli yolla həll edir. Yaradıcı təfəkkür isə problemi fərqli yolla, yeni yolla, sınanmamış yolla həll edir. Buna bir loru dildə bir izah verim. Bu mövzunu izahını verəndə müdavimlərimlə də səsləndirmişəm bu fikri. Mətbəxdən bir nümunə gətirim. Mətbəxdə qab yudulmuş, belə deyim də, moyka deyilir də. O borular var ha. Borular bəzən olur ki, tez-tez belə deyim, oradan sular axıdılır. Biri var, suyun axmağını borudan görürəm. Biri var ki, gətirəm hansı bir qabı qoyam o borunun altına, su bu qaba tökülə və dolduqdan sonra mən qabı aparım boşaldam. Bu qarşıma bir problem çıxıb da. Mən problemi necə yolla həll etdim? Bu sadə yolla həll edir. Baxın, adi bir bu yanaşmamız bizim problemi sadə yolla həll edir. Qabda olacaq, yenə aparıb tökəcəm. Hətta qabda olacaq, qabdan belə qabdakı sular daşılacaq, töküləcək yerə. Bu problemi sadə yolla həll edir. Amma səmərəli yolla həlli, mən o boru bilirəm ki, su axıdır. Boru artıq yararsızdır. Mən gedib yenisin deyəndə, yəni gedib alıb da gətirib borunu dəyişməyim, bu problemi səmərəli yolla həll edir. Bu 1 saatdan, 2 saatdan sonra bu belə deyim də, oradan su axıdmayacaqdır. Mən problemi necə həll etdim? Mən problemi səmərəli yolla həll etdim. Bax, bu tənqidi təfəkkürdür. Tənqidi təfəkkür insanlar yüz ölçür, bir biçir. Amma məntiqi təfəkkür insanlar problemi sadə yolla həll edir. Həqiqi fərqini bildiniz, nə demək istədiyimiz. Məntiqi təfəkkürün açar məqamları var. Elə izahıma toxunmuşam, onu da yadınıza gətirim. Baxın, adi misal, məsələ həlli. Nədir? Məntiqi təfəkkür əsaslanır. Şahmatın oynanılması, crosswordun həyata keçirilməsi. Bunlar nədir? Məntiqi təfəkkürə əsaslanır. Ümumiləşdirmə, qruplaşdırma, təsnif etmə, kateqoriyalara bölmək, onu fikri faktlarla əsaslandırmaq, hamısı nədir? Hamısı məntiqi təfəkkürə əsaslanır. Amma tənqidi təfəkkür insanlar məsələyə qərəzsiz yanaşırlar, obyektiv yanaşırlar. Uyğunluqları, ziddiyyətləri müəyyənləşdirə bilirlər. Sonra burada nə deyə bilərik biz? Deyə bilərik ki, misal çəkirəm, fikri öz sözlərindən əsaslandırırlar, münasibət bildirirlər. Bunlar hamısı nədir? Tənqid təfəkkürü insanlara aid olacaqdır. Aydın düşünürlər, rasional düşünürlər. Yaradıcı təfəkkür insanları isə necə düşünürdülər? Fərqli, yeni, məsələn, misal vermişəm şagirdə, məsələ vermişəm. Deyirəm, bu kitabda, məsələn, yazılmış qayda ilə yox, özünün fərqli nə ideyan var? Həmin o ideyaya əsasən, belə deyim də, məsələn, misal həll etkinə. Şagird özünün ideyasına əsasən yeni bir üsulla o misalı məsələni həll edəcəksə, bu olacaq nə? Yaradıcı təfəkkür olacaqdır. Yəqin ki, izahımı başa düşdünüz, nə demək istədiyimi. Və bu təfəkkürün üçü də təbii ki, birinci məntiqi təfəkkür formalaşır, sonra tənqidi, sonra yaradıcı təfəkkür formalaşır. Və biz müəllimlər də nə etməliyik? Şagirdlərimizə məktəb dövründən təbii ki, hər üç təfəkkürdə inkişaf etdirməliyik, mütləq şəkildə. Deməli, sualımızın cavabı nə oldu? Münasibət bildirmək varsa, nəyə? İdeya tapılıb. İdeya tapılıb,
və ona esse yazıram, münasibət bildirəcəm. Bu olacaq tənqidi təfəkkür. Münasibət varsa təbii ki, baxın, məntiqi var, ixtisar edirəm. Uyğun deyil. Yaradıcını ixtisar edirəm. Məntiqini ixtisar. Burada var tənqidi və dəyərləndirmə. Dəyərləndirmə mərhələsi doğrudur, idraçda doğrudur. Amma bizdən biliyi soruşduğuna görə, dəyərləndirmə biliyin növü deyil axı. Biliyin növləri hansılardır? Biliyin növləri oldu. Nə? Faktoloji bilik, konseptual bilik, metakognitiv bilik və prosedural bilik. Ona görə də Y variantı yanlışdır. Doğru variantımız C variantı. Tənqidi təfəkkür və konseptual bilik. Çünki burada münasibət bildirəcək, sözlərini ifadə edəcək. Təbii ki, konseptual biliyə əsas adlanacaqdır. Elə bayaq məntiqi təfəkkürdə dediyim o belə deyim də qruplaşdırma, ümumiləşdirmədə elə konseptual biliyə əsaslanacaqdır. Burada özü münasibət bildirəcək. Nümunə gətirirsə, bu da konseptual bilikdir. Təsnifat, kateqoriya, hamısı konseptual biliyə aid olacaqdır. Doğru variantımız olduğu C variantı. Yəqin ki, sizin də hər biriniz bu sualın cavabını doğru şəkildə rəy bölməsində qeyd etmişsiniz. Dinlədiyinizə görə də təşəkkür edirəm.